Bəzən göy üzünə baxırıq və fikrimiz bir anda uzaqlara gedir. O, balaca nöqtələr kimi görünən ulduzların əslində nəhəng günəşlər olduğunu, onların işığının bizə çatmasının milyonlarla il çəkdiyini düşünürük. Belə anlarda başa düşürük ki, bizim üzərimizdə bizdən qat-qat böyük bir varlıq mövcuddur. Amma çox vaxt şəhər işıqları göy üzünü gizlədir. Həyatın səs-küyü düşüncələrimizi boğur, gündəlik qayğılar. Tələskənliklər arasında bunu unudub gedirik. Halbuki qarşımızdakı bu nəhəng quruluşun içində nə qədər sir gizləndiyini düşünmüsünüzmü? Üzerimizdə səssizcə dayanan, heç yerə yox olmayan bir kainat var. Bir tərəfi soyuq, qaranlıq və əlçatmazdır. Digər tərəfi isə insanın xəyal gücünü oyadan, ağlını sınağa çəkən bir sirlər aləmidir. Və biz hansısa şəkildə onunla bağlıyıq. Bu videoda bir müddətlik də olsa başımızı yenidən göy üzünə qaldıracağıq. Həyatın səs-küyünü kənara qoyub, o uçsuz-bucaqsız boşluğun içində gizlənən ən təəccüblü sirlərə birlikdə baxacağıq. Uçsuz-bucaqsız boşluq demişkən, gəlin kainatın ən heyrətamiz sirlərindən biri ilə başlayaq. Boötes Void adlanan nəhəng boşluq. Kozmik miqyasda baxanda bilirik ki, kosmosun böyük hissəsi onsuz da boşluqlardan ibarətdir. Ulduzlar, galaktikalar və nebulalar arasında çox böyük məsafələr mövcuddur. Amma danışdığımız bu boşluq adi boşluq deyil. Bu bölgənin diametri təxminən 330 milyon işıq ilidir və bu sahənin içində demək olar ki, heç nə yoxdur. Cəmi bir neçə galaktika seyrək halda yerləşib. Vəssalam. Müqayisə üçün desək, normalda bu qədər böyük bir həcmdə 10 minlərlə galaktika görməliydik. Məhz buna görə bu boşluq kainatın böyük heçliyi adlandırılır. Bu boşluq ilk dəfə 1981-ci ildə kəşf ediləndə alimlər gözlərinə inanmadılar. Çünki göy üzündə bu qədər böyük bir sahənin bu dərəcədə boş olması gözlənilən bir hal deyildi. Kainatın böyük miqyaslı quruluşuna baxdıqda adətən galaktikaların nəhəng tor kimi strukturlar şəklində yığıldığını görürük. Sanki kosmik bir hörümçək toru kimi. Torun liflərində galaktikalar sıxlaşır. Aralarda isə kiçik boşluqlar qalır. Amma Boötes Void bu sistemin tamamilə qeyri-adi bir istisnasıdır. Sanki kainatın toxumasında qəsdən açılmış nəhəng bir dəlik kimidir. Bu boşluq o qədər böyükdür ki, içinə təkcə bizim Samanyolu galaktikasını yox, 100 minlərlə Samanyolunu yan-yana yerləşdirsək belə yenə də boş qalardı. Hətta işıq sürəti ilə hərəkət edən bir kosmik gəmiyə minsəydik, bu boşluğun bir ucundan digər ucuna keçmək üçün 100 milyon ildən çox vaxt lazım gələrdi. Təsəvvür edin, bu səyahət zamanı qarşımıza nə bir ulduz, nə bir planet çıxacaq. Tam qaranlığın ortasında, sözün əsl mənasında bir heçliyin içində 100 milyon ildən çox yol gedəcəyik. Uzun bir avtomobil yolculuğunda kaş bir yanacaq doldurma məntəqəsi çıxa, biraz dincəlim deyirik. Burada isə 100 milyon il ərzində qarşıya heç nə çıxmayacaq. Bəs bu boşluq niyə mövcuddur? Bəzi kosmoloqlara görə bu kainatın erkən dövrlərində baş verən kvant dalğalanmalarının nəticəsidir. Böyük partlayışdan dərhal sonra kainat sürətlə genişlənərkən bəzi bölgələrdə maddə sıxlaşıb, bəzi bölgələrdə isə demək olar ki, heç nə qalmayıb. Bu boşluq da həmin tarassızlığın nəticəsi ola bilər. Amma maraqlı məqam burasındadır ki, bu qədər böyük və bu qədər boş bir sahəni izah etmək heç də asan deyil. Çünki mövcud kainat modelləri bu miqyasda boşluqları əvvəlcədən proqnozlaşdırmır. Daha cəsarətli nəzəriyyələr də mövcuddur. Bəzi alimlər bu boşluğun başqa bir kainatla toqquşmamızın izi ola biləcəyini irəli sürürlər. Yəni, bizim kainat çoxlu kainatlardan biri ola bilər və başqa bir kainatla təmas nəticəsində bu nəhəng boşluq yaranmış ola bilər. Bu, əlbəttə ki, çox spekulativ bir fikirdir. Amma yenə də elm adamlarının zehnini məşğul edən ehtimallardan biridir. Digər yanaşma isə daha çox fəlsəfidir. Bu boşluq bizə kainatın nə qədər anlaşılmaz olduğunu xatırladır. Çünki boşluq dediyimiz şey əslində tam mənada yoxluq deyil. Orada hələ də zaman və məkan mövcuddur. Fizika qanunları orada da işləyir. Sadəcə bizim gözlədiyimiz işıq və maddə yoxdur. Bu nəhəng boşluq eyni zamanda heçlik anlayışına baxışımızı da sarsıdır. Gözümüzün görə bilmədiyi qədər böyük bir heçlik səssizcə orada dayanır və bəlkə də kainatın ən ürküdücü üzlərindən birini təmsil edir. Digər sirli quruluş isə cold spot, yəni soyuq nöqtə adlanır. Kainatın yaranışından qalan kosmik mikrodalğa fon şüalanmasını bir xəritə kimi düşünə bilərik. Bu xəritədə temperatur fərqləri var, amma hamısı bir-birinə çox yaxındır. Lakin bir bölgədə qəribə bir anomaliya aşkar edildi. Bu sahə gözləniləndən xeyli daha soyuq idi və bu fərq olduqca böyük idi. Milyonlarla işıq ili ölçüsündə nəhəng bir bölgə normadan xeyli aşağı temperatur göstərirdi. Bir ehtimala görə qarşımızda nəhəng bir boş superstruktur var və bu struktur işığın yolunu dəyişdirərək bizə bu cür görünür. Amma daha sarsıdıcı bir ehtimal da mövcuddur.
Bəzi fiziklərə görə bu soyuq nöqtə də başqa bir kainatla toqquşmamızın izi ola bilər. Yəni, çoxlu kainatlar nəzəriyyəsinə dair əlimizdəki ən güclü işarələrdən biri ola bilər. Bu fikir hələ də müzakirə mövzusudur və qəti sübut olunmayıb. Digər bir sirr isə qaranlıq axın adlanan qəribə hərəkətdir. Normalda qalaktikalar böyük partlayışdan sonra hər istiqamətə bərabər şəkildə uzaqlaşmalı idi. Amma müşahidələr göstərir ki, çox uzaqdakı galaktika qrupları görünməz bir qüvvə tərəfindən eyni istiqamətə doğru çəkilir. Sanki kainatın kənarında görə bilmədiyimiz nəhəng bir şey onları özünə doğru aparır. Bu axın o qədər güclüdür ki, mövcud fizika qanunları ilə tam izah edilə bilmir. Bəziləri bunun kainatın sərhədlərindən kənardakı başqa strukturlarla əlaqəli ola biləcəyini düşünür. İndi isə sıra Boltzmann beyinləri adlanan düşündürücü bir fikir təcrübəsinə gəlib çatır. Bu nəzəriyyəyə görə kifayət qədər uzun zaman ərzində təsadüfi atom hərəkətləri nəticəsində bütün xatirələri ilə birlikdə şüura sahib bir beynin öz-özünə yaranma ehtimalı bütöv bir kainatın yaranma ehtimalından daha yüksək ola bilər. Yəni, kainatın hansısa bir küncündə heç bir real keçmişi olmayan, amma keçmişi var zənn edən bir şuur meydana çıxa bilər. Əgər bu ehtimal doğrudursa, o zaman çox ciddi suallar ortaya çıxır. Biz həqiqətən milyardlarla illik bir kainatda yaşayan varlıqlarıqmı, yoxsa saxta xatirələrlə dolu təsadüfi bir Boltzmann beyniyik? Zamanın istiqaməti də kainatın başqa bir sirridir. Fizika qanunları zamanın həm irəli, həm də geri istiqamətdə işləməsinə imkan versə də, biz zamanı yalnız irəli axır kimi hiss edirik. Bir stəkan yerə düşüb sındıqda, onun hissələrinin öz-özünə toplanıb, yenidən stəkan olması halını heç vaxt görmürük. Bunun səbəbi entropiyadır, yəni nizamsızlığın artma meyli. Kainat genişləndikcə entropiya artır və biz bunu zamanın axını kimi qavrayırıq. Amma sual budur, əgər zamanın istiqamətini entropiya müəyyən edirsə, bəs niyə başlanğıcda entropiya bu qədər aşağı idi? Bəzi nəzəriyyələrə görə zaman əslində tək istiqamətli deyil. Sadəcə bizim qavrayışımız bir istiqamətlə məhdudlaşır. Maraqlı məqamlardan biri də fərqli mədəniyyətlərdə rast gəlinən kozmik yumurta mifləridir. Qədim Yunanistandan Hindistana, Çindən Türk mifologiyasına qədər bir çox mədəniyyətdə kainatın yumurtadan doğulduğu təsvir olunur. Maraqlısı odur ki, bu miflər minlərlə il əvvəl yaranmasına baxmayaraq, müasir kosmologiyanın böyük partlayış modeli ilə təəccüblü dərəcədə oxşarlıq göstərir. Son olaraq Olbers paradoksu, yəni gecə səmasının niyə qaranlıq olduğu sualına baxaq. Əgər kainat sonsuz olsaydı və hər istiqamətdə saysız hesabsız ulduzlar mövcud olsaydı, göy üzü daim işıqlı olmalı idi. Amma biz qaranlığı görürük. Bunun səbəbi kainatın sonsuz olmaması və bir başlanğıcının olmasıdır. Böyük partlayışdan əvvəl işıq yox idi və o vaxtdan bəri işıq hələ də yol gedir. Yəni biz yalnız işığı bizə çata bilmiş ulduzları görürük. Digərləri isə kainatın üfüqündən kənarda qalır. Kainatla bağlı cavabsız suallar çoxdur. Bəzən elm cavab verir, bəzən isə sirr qalır. Amma məhz bu bilinməzlik marağımızı diri saxlayır. Bəlkə də bu gün düşüncə sərhədlərimizi biraz genişləndirdik. Və bəlkə də göy üzünə baxanda orada bizi gözləyən sonsuz sirləri bir anlıq da olsa xatırladıq. Videonu bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək. Özünüzə yaxşı baxın.